İmam Sadiq Aleyhisselam buyurur: "Men qara'al Qur'ana ve huve şabun mu'minun halata beşeruhu lahmel Qur'an." Mənasını bu cür tərcümə eləyiblər ki, hər kəs cavanlığında Qur'an oxuya və mömin ola, onun əti qanı Qur'anla, belə deyək də, Qur'anla yoğrular. Yəni Qur'an onun canına, qanına hopar. Çox gözəl hədisdir, məxsusən də cavanlara, gənclərə. Niyə Qur'anla bizim ünsiyyətimiz olmağı zəruridir? Bu ki, yaşayışımızda görürük bunu. Əvvəllər insanları, cəmiyyəti, məxsusən də cavanları İslamı bir dənə cəfəngək kimi qələmə verirdilər. Cəmiyyəti İslamdan uzaqlaşdırdılar ki, bu yəni cəfəngətdir, bir dalda qalmış dindir. Bu tərzdə, bu təfəkkürdə cəmiyyəti uzaqlaşdırdılar. Amma bu günləri düşmənin, məlun düşmənin taktikası dəyişib və yaxşı da bir taktikaya keçiblər. Yaxşı o cəhətdən, onların, belə deyək də, düşüncəsi cəhətdən desə. Nədir? O ki, insanlar istəyir İslama əl tapalar, ondan dəyərlənələr, o dəyərlərə əl çatmağı qabağını alırlar. Niyə cavanlarla məxsusən? O cavanın, gəncin batini, mənəvi ruhiyyəsi, ruhu, qəlbi mümbit bir dənə torpaqdır. Özdə məxsusən Allah o toxumu turluya. Bir toxuma 1000 dənə cücərə. Ona görə cavanlara, gənclərdə daha da çox tövsiyə olunur ki, Qur'anla üns tapaq. İkinci cəhətdən budur ki, məxsus burasına diqqət eləyək. Nə məna verir Qur'anın insanın, cavanın oxuduğu, onunla üns tapanda qanına və canına basır? Təfsirlərdə, tərcümələrdə belə izah veriblər ki, həqiqətən də çox qəşəng mənalı izahı var. Artıq Qur'anla düşünməyə başlayır həmin o cavan gənc. Qur'anla baxmağa başlayır, Qur'anla eşitməyə başlayır, Qur'anla danışmağa başlayır. Qur'an yanı olur onun ideologiyası. İdeoloji bir dənə sistemə çevrilir o gənc cavan vaxtından. Məsələn, indi gör nə qədər cavanlar, gənclər var. Fəsadla, axmaqlıqla, belə deyək də, cəfəngətlə dolu ideologiyalarlandır gənclər fəsadçı. Məsələn, danışdırsan, cavandır, gəncdir, 15-20 yaşında danışdır, 2 kəlmədən sonra 3-cü kəlməsində deyirsən, "Hə, bildim sən kimsən. Sağ ol." Elə ondan xudahafizləşməkdən başqa bir şey qalmır. Niyə? O qədər cəfəngət yerlərdə oturur, o oğru ideyası, bu qara aləmin ideyası, o nə bilim hansısa bir Yahudi ideyası, Sehyonist ideyası, Qərb ideologiyası doludur içəridə. Amma indi bir nəfər Qur'an ideologiyasından yaşayır. Artıq buna hücum eləmək də çətindir. Necə ki, İmam Xomeyni rəhmətullahi aleyh, rəhbər, müəzzəm, çox görürsən ki, çox cəmiyyətdə cavanları tövsiyə edirlər, cavanların Qur'anla üns tapmalarını. Niyə? Artıq cavanlara hücum gətirmək, əgər Qur'anla ünsiyyət olsa, onlara çətindir girişmək. Çünki balans var, köh var, ideologiya var. O ki, ideologiyası yoxdur, elə onu hər hansı bir səmtə istəyirlər rahat çəkmək olur. Amma o ki, cavan gəncliyində Qur'an ideologiyasından möhkəmləndirir, özünü ideoloji cəhətdən hazırlayır, artıq ona hücum eləmək də çətindir. Hücum eləsələr də gərək çox sərmayə qoyalar o gəncin, cavanın üstündə. Belə asanlıqla onu ələ almaq olmur. Necə ki, tarix boyu göstəribdir. Hansı gənclər, hansı inqilabların fədailəri olubdur. Hansı gənclərin səviyyəsində, onların sayəsində dövlətlər qurulubdur, cəmiyyətlər təşkil tapıbdır. İndi bizim cəmiyyətin əsas problemindən biri budur ki, bizim cəmiyyətdə, qardaşlar, əzizlər, həqiqətən də bu bizim, indi bizi eşidənlərin də deyək ki, ən böyük problemlərindən biri gənclərimizin, cavanlarımızın Qur'anla üns tapmamağı, bir ki, heç sosial şəbəkələrdən məhv olub getmələridir. O ki, dediyə orta yaşlı, ağsaqqal uceyi, ailə sahibidir. Onun özü də o bəlanın içindədir. Prosta onun 2 dənə bəlası var. Bir bəlası budur ki, özü o cəfəngiyatın içindədir. O bataqlıqdadır. Düşmənin meydanındadır. Elə ora qaçır, bura qaçır. O oyunda, bu oyunda. O filmdə, bu serialda belə dolanır da, həyatını onun içində keçirir. Düşmənin meydanında, dəqiqliyinlə. Yəni, Sehyonist əskərliyində. Dəqiqliyinlə belə desək, kobud da çıxır, amma elə bunu gərək deyək. Bizim cəmiyyətin pısatca ən böyük problemlərindən biri budur. Sosial şəbəkə, düşmən meydanında biz oyuncağa çevrilmişik. Çox sadə şəkildə. Əgər Qur'anla üns tapsa bizim gənclər, cavanlar, mühüm birinci mərhələdir ki, o düşmənin hücumlarından bir dənə səddləri var. Hücumun qabağını ala bilərlər. Yoxdursa,
deməli hələ onlar elə düşmənin meydanındadılar. Biz deyirik İmam Zaman əsgəri yetişməlidir, harda yetişməlidir, haradır bilirsiniz? Hansısa məktəbdir, hansısa idman zalıdır, hansısa territoriyadır, hansısa ölkədir ora qardaş da. Bütün dünyada bunu car çəkir, İmam Zaman əsgəri yetişməlidir. Harda yetişməlidir qardaş? Bu günləri Allah lənət eləmiş, Yəhudi, Sehyonistin, düşmənin ən böyük tələsi, toru bax budur. O ki bizim əlimizdədir bütün günü. Birinci səhər gözümüzü açdığımız şey, əlimiz axtardığımız şey də budur. Axşam yatanda ən axırıncı vidalaşdığımız şey də bunu qoyur, yatırır. Bu həqiqət. Amma indi bu həqiqətdirsə bunun öhdəsindən nə cür gələk? Bunun da bir yolu olmalıdır da. Məcburuq indi biz bundan istifadə edirik. Amma heç olmasa məcburuqsa bundan düzgün istifadə eləyək də. Məcbur bizi bir dənə belə deyək də kuruğa salıblar düşmən kuruğuna meydanına. Amma orada biz gərək rəcəz oxumağı ki yaddan çıxartmayaq. Bu Quran ayəsindəki düşmən sizə hücum eləyəndə dala qaçmaq namərdlikdir. İmandan deyil, təqvadan deyil, düşmən sənə hücum eləyəndə dala qaçasan. Taktika zat deyil ta orada. İndi bu bir növ düşmən hücumudur bizə. Əgər düşmən bizə bundan hücum edilibsə, biz də rəcəz oxuyaq da. Bundan maksimum yaxşı şeylərdən istifadə eləyək. Yox, onları bacarmırıqsa qoy qırağa. Sənin ləyaqətin yoxdur bundan istifadə eləyəsən. İmam Zaman əsgəri axtarsansa burada gərək sən İmam Zamana aid olan hədis axtar, ayə axtar, gəncləri nətər yetişdirmək lazımdır, Quran nə cür öyrənmək lazımdır, qaraq biz də Quranı öyrənməkdən ötəri evdən gedirdik məscidə, orada filan ustadla, qardaşla oturmalıydıq, kitabı qoymalıydıq, oxumalıydıq. Getmək vacib idi. Bu yox idi ki, bundan eləyəməydi. Amma indi bu sənin evində, əlində, cibində, hər yerində var. Sən bundan kimə yazsan, ustadlar var, qardaşlar var məsələn, elə bundan da onlayn öyrənə bilərsən. İndi 100 nəfərin içində düşsək, sorğu keçsək, neçə nəfər Quran oxuya bilir, 10 nəfər tapsaq böyük şeydir. Cəsarət olmasın, bunu məcburuq deyək, vacibdir bizə deyək. İnşallah ki, qardaşlar da bizlər də xidmətinizdəyik ki, bu Quran məsələsini ciddi tutaq. Məxsusən də cavanlar, o ki İmam Sadiq əleyhissalam buyurur, oxuyun və mömin olaraq oxuyun, canınıza, qanınıza hopsun. Yəni ki, artıq siz bir dənə ideoloji, düzgün Allah, İslam ideologiyasından, Şiə ideologiyasından yetişin cavanlıqda, gənclərdə. Əgər bundan yetişməsən, ta 15-dən keçdi, 20, 25, 30 oradan hər il keçdikcə səndən ötəri bu yollar çətinləşəcəkdir. Necə ki, indi bu cəmdə orta yaşlıları, biraz yuxarı yaşlıları hesab eləsək, o yaşların gəlib belə bir sistemə keçməsi mümkündür, amma çətindir. Amma xoş siz gənclərin, cavanların halına ki, hələ maniyə yoxdur. Maniyə olsa da sizdən ötəri bir dənə güclü, bir dənə ideoloji bir mənbə mümkündür yarana. Quranla üns tapmaq. Yəni Quranla da üns tapmaq fəqət üzündən oxumaq deyil. Hələ bu mərhələyə gələk çataq ki, üzündən oxuyasınız, mənasını yavaş-yavaş başa düşəsiniz. Yəni ən azından səni danışdıranda, sən dillənəndə, evdə, işdə, məktəbdə, təhsildə, əsgərliyində, universitetində, nə bilim, idmanda, hər harda olsan, sən danışanda Quran ideologiyasından danışasan. Çirtəpərt danışmayasan. Məsələn, müsahibə götürürlər, sorğu götürürlər cəmiyyətdə. Görürsən ki, kimlər nəyə, hansı ideologiya malikdir, ondan da danışırlar. Gözlə baxmır, yaşından, başından asılı olmayaraq. Ağsaqqaldır, görürsən nələr danışır. Gəncdir, nələr danışır. Niyə? İdeologiyası odur. Elə yetişdiriblər onu. O cəmiyyətdə elə formalaşıbdır. Amma bizim cəmiyyətimiz necə Quranla, düzgün hədislərlə, ayələrlə, Allah Peyğəmbər Əhl-i ilə üns tapsa, o cür ideologiya ilə formalaşar. Və cəmiyyətdə də ondan müsahibə götürəndə deyərlər, bəli, belə bir ideologiyanın gəncləri də var. Belə bir ideologiyanın İmam Zaman əsgərləri yetişən bir gənclər, cavanlar da var. Söz çoxdur, vaxt azdır. Ümidvarıq ki, Allah Teala öz izzət-i cəlalı hörmətinə, Peyğəmbər və Əhl-i ismət təharətinə görə bizlərə nəzər eləsin. Aqibətimizi xeyir eləsin. Bizim məxsusən gəncləri, cavanları bu hücumların qarşısında müqavimətçi qərar versin. Mənəvi dəyərlərə yiyələnən gənclərdən, cavanlardan qərar versin.